Dənizkənarı Milli Parkda gülləri yararsız hala salanlardan bəzilərinin kimliyi açıqlanıb. Doğru Xəbər Azərbaycan Milli Aza istinadən xəbər verir ki, bir sıra blogerlər həmin gülləri əzərək foto və videolar çəkdiriblər. Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və bu trendə çevrilib. Həmin blogerlərin rəsmi və sosial mediada tanındıqları adlarını təqdim edirik. Selcan Vəlizadə, Selcan Valizadə, Lala Babayeva, ad soyad belli olmayan İsmilla, ad soyad belli olmayan Sada, Nərmin Musayeva və Həmail Ələskərova. Qeyd edək ki, söz gedən şəxslər dənizkənarı Milli Park ərazisində güllərdən ibarət olan sahədə çəkdirdikləri foto və videoları daha sonra şəxsi hesablarından siliblər. Həmin əməlləri törədən ona yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.